Revmatizm nədir? Bağların və oynaqların iltihabı. Podagra nədir? Sidik duzlarının oynaqda yığılması. Bəs boyun osteoxondrozu nədir? Fəqərələr arası duzlaşma, spazm, nəticədə boyun fəqərəsi sıxılır, hərəkət elətdirə bilmirik, dözülməz ağrılar verir. Yaxşı, bu xəstəlikdən necə qoruna bilərik və yaxud bu xəstəliyi necə eləyə bilərik ki, ağırlaşmasın, daha da kəskinləşməsin? Ekrandakı ürəyi qızad, izah edeyim. Sənə lazım olan Artex Chondro çaydır. Çünki bu çay tərkibindəki 9 möcüzə bitkinin köməyi ilə istifadə etdiyin zaman nə edir? Boyunda olan duzu və spazmı dağıdır, azaldır, boyun hərəkətini yaxşılaşdırır, ağrılarınızı kəsir. Podagra zamanı sidik duzlarını orqanizmdən atır, podagra ağrılarını kəsir, hərəkətinizi yaxşılaşdırır, podagra şişkinliyin azaldır. Revmatizm zamanı isə bağların və oynaqların iltihabını aradan qaldırır, ağrının şiddətini azaldır, ödəmi götürür, rahat hərəkət eləmənizi təmin edir. Bu arada osteoartroza, yəni qığırdaq yeyilməsinə də kömək edir, qığırdaq yeyilməsinin qarşısını alır. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Hazır paket çaydır. Onsa gündə hamı çay içir. Bu çaydan içirsən həm sağlamdır, bitkidir, həm də ağrılarınızı azaldır. Bu tipli faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczacınız Baloğlanla hər zaman, hər mövzuda sağlam qalasınız.